Yavaş-yavaş. Demək olar hər uşağa bir 15 dəqiqədən çox vaxt gedəcək. Ona görə sual-cavabda əgər sənin imtahanın qurtarandan sonra sənə sıxıcı gələrsə çıxa bilərsən. Yox, qulaq asmaq istəyirsən, nə xoş qulaq asasın. Yaxşı? Oldu müəllim. Aha, başlayırıq. Deməli 10-cu sinif ilk dəfə öyrəndik biz alkanlardan. Alkanların ümumi formulu nədir? C-nin H-cin plus 2-dir. Mhm. Alkanlarda birinci nümayəndə karbon sayı neçədən başlayırdı? 4-dən başlayırdı. Karbon sayı 1-dən başlayırdı. Hidrojen sayı 4-dən başlayırdı. Aha. Butil radikalı hansıydı? Axşam sərmən. Axşamı xeyirlər. Butil radikalı hansıydı Gülay? Butandan, yəni bir əskik C4H10-dan bir dənə əskikdə C4H9. C4H9. Alkanlarda pir abidəsi olurdu yoxsa yox? Xeyr, alkanlarda pir abidəsi olmurdu. Aha. Və orada karbon-karbon arasında rabitə var, təşkilat rabitə. Onun uzunluğu nə qədər idi? 0-dan 1154 nanometr. Aha. Alkanlarda hibrid orbitalı nə idi? sp idimi, sp2 idimi? Bir dəqiqə, sp idimi, sp2 sp orbitalına malik idi də. Bir dənə var idi orada. Yox, mənim, bir dəqiqə. 109 dərəcə 28 sp3 idi mənim. 109 dərəcə 28 Təşkilat olanların hamısı pir abidəsi olmadan sp3-dür, bəli. Bucaqda dedin elə 109 dərəcə 28 dəqiqə. 28 dəqiqə. Salam, mən deyəm. Salam. Alkanlarda homoloji fərq deyəndə nə başa düşürsən Gülay? Birinci gələn alkan digərindən CH2 qədər fərqlənir və həmin bu CH2 qədər olan fərq də homoloji fərq adlanır. Aha. İki qonşu alkanda nə qədər qeyri-hibrid orbital fərqi olar? İki qonşu alkanda. Hibrid var idi, qeyri-hibrid var idi. Deməli 6 vahid idisə, 4-ü hibrid idi, ikisi qeyri-hibrid orbital idi. Bəli, çünki qeyri-hibrid deyəndə alkanlarda hidrogenlərin sayı idi. Burada CH2-də 2 dənə hidrogen var. Bəs niyə hibridə 4 dedin Gülay? Çünki ümumi bir dəqiqə necə idi? Ümumi orbital sayı almağa 6 vahid lazım idi. Əgər onun, yəni ikisini biz qeyri-hibrid orbital CH2-də ikisini desək 4-ü qalır qıraqda, ona görə 4-ü Məsələn, hibrid. sən 6-nı hardan çıxartmısan ki? Düz deyirsən, amma 6 hardan gəlib? Yəni o 4 hardan çıxdı? Məsələn, biz bir alkanı C-nin H-cin plus 2 qədər göstərsək, ondan sonra gələn alkanı isə C-nin H-cin plus 2, bir də CH2 kimi göstərə bilərik də, oradan çıxır. 4 vahid o deməkdir ki, bax CH2-də bir dənə karbon var. Alkanlarda da hər karbon hansı hibrid halında olurdu Gülay? sp3. Aha, sp3-də neçə hibrid orbitalı var? 4. 4. Yəni bir dənə CH2 fərqi olduğuna görə 4 dənə hibrid orbital fərqi var. Yaxşı? Hə, 2 dənə də hidrogeni vardı, 2 dənə də qeyri-hibrid orbitalı var. Sən onların cəmindən 6 olduğunu deyirsən. Yaxşı? Metil qrupu hansıdır? Metil radikalı, metil qrupu. CH4 metan olduğuna görə CH3 metil idi. Aha, bəs metilin? Bu zaman bir dəqiqə metilin CH2. CH2. Alkanlarda quruluş izomerliyi karbonun hansı nömrəsindən başlayır? Neçə saylı karbondan başlayır quruluş izomerliyi? 5-dən başlayırdı. Məsələn, 4 karbonlu butanın quruluş izomerliyi ola bilər səncə? Quruluşu bəli, xeyr olmur axı. Niyə? Bu ekran. Çünki məsələn, Aha, sən yazırsan. Çünki məsələn mən birini biz məsələn 4 dənə dediniz də. Aha. 3. Bunun quruluş olması üçün bunun karbonlarının sayı fərqli olmalıdır. Axırdan birini sil. Aha. 3. Məsələn bura əlavə eləsəm. Aha. Olurdu. Olur. Deməli 4-dən başlayır. Butan, o birinin nə idi? Necə yəni? Bax, biri normal butan, o biri nədir? İzobutan. İzobutan. İzobutanın digər adı nə olar beynəlxalq adı? İzobutanın beynəlxalq adı 1, 2, 3, daha doğrusu 2 metil. Aha. 2 metil propan. Gülay, normal butanın yoxsa izobutanın qaynama temperaturu daha yüksəkdir? Bunun qaynama bir dəqiqə.
alışması bu tez alışırdı. Qaynama temperaturu da onda mənim bunda olar. Tez alışırsa, tez qaynayır deməkdir də. Onda Bəli, yüksək bəli, bəli. deyirəmsə, birincinin qaynama temperaturu daha yüksək olar. Yaxşı? Bəli, Bax, bəli, Gülay. bəli. İkinci tez alışır, tez qaynayır. Mən nə deyirəm ki, qaynama temperaturu hansında yüksək olar. Məsələn, aşağıdakı 20 dərəcədə qaynayır, yuxarıdakı 80 dərəcədə qaynayır. Aydındır? Bəli. Aha. De görüm mənə, Gülay. Adlandırılmasını bilirsən. Alkanların laboratoriyada alınmasının məşhur reaksiyası var idi. Laboratoriya, hə, sənaye demirəm. Dondu nə Gülay, mənim internetim gedir, sən donubsan. Uşaqlar, mənim səsim gəlir sizə? Gəlirəm mən. Bəli, bəli. Aha, Gülay eşidirsən, Gülay? Bəli. Hə, eşidirəm, Gülay. Alkanların laboratoriyada alınma reaksiyaları. Alkanını biz laboratoriyada almaq üçün Würst reaksiyasından istifadə edirdik. Aha. Würst reaksiyası birinci, ikinci nə idi? Würst reaksiyasında nə baş verdi? Əvvəl onu da denən Gülay. Würst reaksiyasında alkanların monohalogenli törəmələrinə natriumdan təsir eləyirdik. Bir dənə ilə. Bəli. Natriumla bir də brom. Ekran çevir, bir Bromla. dənə zəhmət olmasa. Bromla yox. Ekran çevir. Dəqiqə. Bəli. Metil xlorid yaz, Gülay. Metil xlorid, onda Aha. CH3 xlor. Bəli. Aha. Üzərinə natrium gəl. Aha. Bəli, Yalnız burada bu natriuma zaman təsir. Aha. Hansına neçə mol götürmək lazım idi? ondan 2 mol götürmək Başdaşından lazım da 2 idi. mol götürürsən. Başdaşından 2 mol götür. Çünki ikiləşmək Bəli, bunu üçün. lazımdır, Aha. bəli. Bu zaman 2 mol natrium xlor alınırdı. Biz bundan 2 dənə götürdüyümüzə görə və burada Bir molda güzgü buraya kimi olduğu kimi yazırdıq pH yazırsan. və Aha. bunun güzgü əksi ilə H3C alınırdı. Ha, Bu da ola bilər. etanol. Aha. Bu da olur etan, bəli. Bax, burada deyirsən ki, müəllim, həm xloridlər, həm bromidlərin üzərinə amma natrium gəlməlisən. Yaxşı bir reaksiyasında. Sonra alüminium Bəli. karbidin simya reaksiyasında nə alır? Şifahi edən Gülay. O zaman alüminium OH3 bir də ki CH4 əmələ gəlirdi. Aha. CH3COO natrium. Üzərinə gələn natrium OH nə alınır? Onu yazsam olar. Olar, yaz. CH3COO natrium. Üzərinə gələn natrium OH. Bu zaman metan alınırdı, bir də natrium karbonat. Aha, CH4, aha. üzərinə gəlsin natrium 2CO3. Aha, bunlar oldu laboratoriyada alınması. Sənayedə də bilirik ki, crackinglə alınır. Hansı ki, cracking sözünü biz hansı dərsdə öyrəndik? Cracking. Axırıncı benzolun Neftdə. homologlarının dərsində neftdə. Bəli. Yəni ümumiyyətlə neftin də tərkibində çoxlu alkanlar, əsasən də alkanlar var da. Çox hissəsində alkanlar və digər karbohidrogenlər təşkil edir. Crackingdə də eyni bu proses gedir. Bax, məsələn, C6H34 yaz, Gülay. C16H34. C16H34. Bəli. Crackinglə hansı Bəli. maddələr alınır? Biz burada o zaman yazarıq C8. Üzərinə gəlsin bir dəfə də C8 yazarıq. Aha. H. Hə, bu 34-ün C8H dəqiqə neçə alınır? Bir dənə alkan alınırdı. Bunu Aha. bilirdim. C8H C8 bir dəqiqə 8 dəfə 2 16 çıx 2 14 C8H14 səhv yazdım deyəsən. Alkanlarda C-nin H2 plus 2-dir. Plus 2. C8H18 Aha. deyəndə. Oktan alınır bir də. Oktan indi burada da 34-dən, yəni biz 38-i çıxardıqsa, digərində bir dəqiqə 34-dən 18 çıxsaq eləyir C16. C8H16 2 dəfədirsə CnH2-nin formuna malik olan alınırdı. Yəni alken alınır. Bir dənə alkan alınır, bir də alken alınır. Elə? Yaxşı. Sən Bəli. mənə de görüm, alkanlarda birləşmə reaksiyaları ola bilər? Xeyr, alkanlar birləşmə reaksiyasına daxil Nə? olmurdu. Nəyə görə? Çünki onların pirabitəsi yoxdur. Alkanlar kalium permanqat məhlulunu rəngsizləşdirə bilər? Xeyr, rəngsizləşdirmirdilər, çünki doymamış karbohidrogen idi. Doymamışdı, yoxsa doymuşdu? Bir dəqiqə, doymuşlar. Hissi Siklon yoxsa alkan. doymuşdu. Aha. Gülay, alkanlarda xlorlaşma reaksiyaları hansı mexanizmlə gedir?
Radikal, onu deyirsiniz. Bəli, sərbəst radikal mexanizmi ilə gedir. Zəncirvari reaksiya baş verir elə. Ekran çevir oraya yaz propan, Dəqiqə. propan. 388. Aha. Üzərinə gəlsin Bəli. 2 mol flor qazı. Nə alınar? Xlor 2. Əgər bunun ikisi əvəzlənibsə, bir dəqiqə propan. 388-dir də bu. Aha. Bir dəqiqə xlor. Xlorlaşma reaksiyası. Bir dəqiqə CH4 metan əgər 4 dənə karbonla gedirdisə, Bax, hidrogenimiz, propana neçə hidrogen var, Gülay? 388 sənə. 8 dənə. Sənə 2 dənə xlor gəl demişəmsə, deməli H-ın 8-indən 2-sini çıxartsan, yenə xlor yazasan. Neçə olacaq? H6 xlor 2 üstə gəlinsin, C-sini saxlayırsan bəli. Üstə gəlinsin. Çıxan H xlor H xlorun miqdarı elə 2 olacaq, yaxşı? 2 olacaq. Çünki Aha. bu 2 mol xlor yazmışıq da ona görə. Bəli. Yəni 2 mol xlorda 4 dənə xlor atomun var. İkisi elə bil alkanın içinə girdi. İkisi də H xlorun tərkibindən çıxmış olur. Aydın əvəz etmə reaksiyaları sərbəst radikal mexanizmlə gedir. Konovalov Gedir, reaksiyası haqqında danış, Gülay. Konovalov reaksiyası deyəsən neytrallaşma reaksiyasında biz Konovalov da reaksiyası Bəli. deyirdik. Məsələn, bir dənə nümunə Məsələn, göstərək, CH8 üzərinə yəni. gəlinsin. CH8 CH8, tamam. üstə Üzərinə gəlsin gəlinsin. nitrat turşusu. Nitrat turşusunu HONO2 şəklində yaz ki, görəsən. Aha. Bəli. İndi biz buradan bir dənə hidrogen qopardarıq. Bu zaman olacaq C3, H7, NO2. Aha. Üzərinə gəlinsin su. Su. Metan 1500 dərəcədə parçalanda nə alınırdı, Gülay? CH4-ün 1500 dərəcə parçalanmasına. Burada C2H2 asetilin alınır bir də hidrogen. Aha, 1000 dərəcə parçalananda şifaidinə Karbonla hidrogen alınır. 500 dərəcədə parçalandıqda Bir dəqiqə. C2H4, bir də ki, neydi o adı? Hidrogen. Metanın oksidaşmasından nə alınır? CH4-O2 alüminium katalizator iştirakında. Alüminium katalizatorun iştirakında. Yox, Oksidaşma. Siz o katalitik reaksiyalarda əzbərlətdirmiş o CH4 üzərinə gəlsin nə yazmalı? Oksigen, bəli. Burada alüminium demişdinizsə bir dəqiqə metanol formulu nə idi onun? CH3OH. Bəli, CH3OH. Bəs yaxşı, bu prosesi mən alüminium katalizator iştirakında deyil də 500 dərəcə temperaturda aparsaydım. Formaldehil alınırdı. Bəli, alüminium HCOH. Yazır, Aysa. HCOH, bir də su, üstə gəl su. 500, bir dəqiqə, üstə gəl su, bəli. Bəs təzyiq və temperatur iştirakında aparsaydım. Bir dəqiqə, adı yadımdan çıxdı. HCOH, sirkədə qarışıq turşusu. Bəli, yaz. HCOOH, üstə gəl su. Bir də nə idi? Butanın oksidaşmasını yaz. C4H10-un. C4H10, üstə gəlinsin O2. Bu zaman bir dəqiqə necə idi? CH3, COH alınırdı. Bu sirkə turşusuydu. Bəli, bəli. Alkanlarda izomerləşmə reaksiyaları hansı katalizator iştirakında gedirdi, Gülay? Alüminium xlor 3 idi. Alüminium xlor 3-ün təsiri. Alüminium xlor iştirakında gedirdi. Alkanlarda birlik karbon sayının düsturu var idi, Gülay. Bəli. Birli. Biz orada deyirdik ki, bir dəqiqə. Birli karbon sayı bərabərdir. İkili karbon sayı vurulsun 0. Üzərinə gəlsin 3lü karbon sayı vurulsun 1. Üzərinə gəlinsin 4lü karbon sayı vurulsun 2. Düsturda üstə gəl 2 də var idi, yoxsa yox başda? Var idi. Bugün neçənci gündür? Birinci gündə. Bir dənə Gülay, sən sözün kəsirəm. Qoy bir dənə uşaqlardan sual soruşum. Gülaydan, Elmirdən başqa digər uşaqlar. Sabah kimin dərsi var saat 9-da? Kim boşdur saat 9-da? Gülay və Elmirdən başqa. Mənim dərsim var. Yaxşı, sonra. Axşam 9-da. Nədir? Uyğun deyil müəllim. Nə deyirsən, Niha? Mənim əlavə satmışsınız. Yox, bir sualımız var. Müəllim, onun yarısı olsa problem olmaz. Deyirəm, Yarısından sonra qoşular. birdən bu gün çatdıra bilmərəm, siz çoxsuz da. Mən 15 dəqiqəmiz qurtardı, amma hələ qabaqda nə qədər bölməlisiniz. Onun yarısını
Onda Onun yarısı mən də qoşula bilirəm. qoşula bilirsiniz. İndi baxarıq saat biz neçədə qoşulduq, onun yarısı var. 11-ə qədər kimdən sual cavab elədim. Qalan uşaqlardan sabah sual cavab eləyəcəm. Ayten uyğun gəlir sabah saat onun yarısı? Uyğundur. Hə, indi bu gün sual cavabımızı eləyirik. Gülay, bu gün neçənci dərsimizdə? Əvvəl onu denən. Dəqiqə mənim baxım dedim. Sabahki dərsimiz günə yazmayacaqsan Dörd. Gülay. Bugünkü dərsin Beşinci əlavə dərs. edəcəksən. Hə, sabahki günlə bugünkü gün bir dərs olacaq, yaxşı? Sabahkını əlavə gün kimi saymayacaqsan. Çünki uşaqlardan kim qalsa mən istəyirəm nöqtə vergül sizdən sual cavab eləyim ki, boşluğumuz qalmasın. İndi hələ ki saat 11-ə qədər kim oldu Mən başdan qismətində? axıra kimi soruşacaqsınız? Hə, mütləq. Bəlkə də Gülaydan sonra səndən soruşdum, ya təkrar elə, hə, özü Gülayın suallarını qulaq as cavablarına. Gülay davam eləyirik Mənim sən. yol böyüyün daima, mən kiçiklər mənəm. Onu bilmək olmaz bəlkə də. Hə, sual cavab bilədim. Nihat hələ ki təkrar eləyin, arxayın düşməyin. Gülay, Bəli, mən soruşa bilirəm mən. səni hə, Gülaydan sonra sənin 100% sual cavab eləyəcəm. Ümrəhli deyil. Ay Gülay, eşidirsən? Kameraya gəl görüm, görmürəm səni. Bir danış Mən görüm. buradayım. Hə. Deməli, birlik karbon sayının düsturunda 2 üstəgənləndir, yaxşı? 2 üstəgənlə Dəqiqə var idi, bəli, bəli. aha, ikili vur 0, üçlü vur 1, dörtlü vur 2. Gülay, yəni sabah Bəli. qoşulmayasan da, başa düşdünmü? O əlavə kimidir, bu gün çatdırmasam deyə. Oldu mənim. Aha. Bəli. Yaxşı. De görüm sikloalkanlara keçək. Sikloalkanlarda karbon sayı neçədən başlayırdı? Karbon sayı N dəqiqə. 3-dən başlayırdı. Çünki ən balaca bucağımız 3 bucaq idi da elə. Bəs Bəli, bəli. ən çox neçəyə qədər öyrənmişdik? Neçə bucaqlıya qədər? 6-ya kimi. Aha, məsələn, mən sənə desəm ki, C7H14 sikloalkanının quruluşunu çək, necə çəkərsən? Onda 7 bucaq çəkərəm. Yox. Hə yox, 7 bucaq yox. 6 bucaq çəkərəm. Üstünə də bir dənə, yəni Metal karbon qoyarsan. qrupu yenə əlavə çəkərəm. Bəli, çünki biz 6 bucaqlığa qədər öyrənirik. Hətta testlərdə var idi. Nəbinə bir dəfə Bəli, bəli. cavab axtarırdıq. Nəbi dedi ki, müəllim, metil sikloheksan olar. 7 karbona metil sikloheksan deyirdi. Yaxşı? Bu belə. Sonra sikloalkanlarda banar gərginliyi yazdırmışdım. O haqqda məlumatın yadındadır yoxsa Bayram yox? gəldiyim. Necə müəllimə? Məlumatlar yadındadır o haqqda yoxsa yox? Sikloalkanlarda normalda biz deyirdik ki, SP3, SP2, SP hibrid formaları var. Biz sikloalkanlarda buna SP3 deyirdik. Amma məsələn C3, H6-da məsələn biz 3 bucaq çəkirdik. Orada hər bir bucaq 60 dərəcə idi. Bayır gərginliyinə görə elə Bəli, olurdu. 109 Valet dərəcə bucağı fərqli deyildi. olurdu. Hə, 109 dərəcə deyil, 60 dərəcə idi. Siklobutanda, Butan 90 dərəcə. aha, siklopentanda Pentan 5 bucaq, 100 8 dərəcə. 108 dərəcə, Aha, siklohexanda da 120. bəli, heç biri 109-a uyğun gəlmədi. Bu da banan Bayer deyirdik. Sizin 10-cu sinif dərsində Gərginliyinə görə. banan şəkillərini verib ki, yadınızda qalsın. İndi Gülay ekranı çevir. Mənə yazırsan 1, 2, 4 trimetil sikloheksan. 1, 2, 1, 2, 4 4 trim. aha, trimetil sikloheksan. Sikloheksan. Aha. Bunun quruluşunu çəkməzdim. Bəli. Heksan əvvəlcə dediyinə görə biz burada 1, 2, 3, 6 bucaq çəkərik bir dənə. Aha. Bu 6 bucağı çəkdik və biz buna normalda ən yaxın radikaldan nömrələməli idik də. Ona görə burada bir dənə CH3 əlavə eləyərəm. Bir Onlar dənə bura CH3 birinci. əlavə edirəm, bir də bura CH3 əlavə edirəm. Və buradan başlayıram. 1, 2, 3, 4, 5, 6. Bu zaman olur 1, 2, 4 trimetil heksan. Olar. Sikloheksan da yəni. Amma Olar, onu bəli. o biri tərəfdən də eləmək olar. Eləyə bilər. Gülay çək, o tərəfdən də çək. Gülay. Yəni bəli, çəkirəm. Hə, Görünmür? hə, indi göründü. Sən nəbi hansı tərəfi deyirsən? Nə tər çəksin? Amma sağdan 1 2 4-də elə. Eyni Bir, şey iki, yapacaq. Həmən bilirəm. Elə Burada amma olmaz Gülay sən indi çəkdiyi formada. Çünki 6 rəqəmlə Bəli. görsən. 6 rəqəm. Bəli, bəli. 1, 4, 6 olur. Bu da böyük olur deyən olmaz. Elə birinci çəkdiyin normal idi. Yaxşı, sikloalkanlarda hibrid orbital sayı hansı düsturla tapılır? 4-cü sıx kipi düsturundan.
Bunlar pirabiti olur Gülay. Xeyr, sikloalkanlarda da pirabit yoxdur. Aha, onda elə 4 dənə olar. Bəs qeyri-hibrid orbital sayı Hidrogen sayı üzərinə gəlsin 2B və pirabit olmadığına görə hidrogen sayını da tapa bilər, yəni 2. 2n. Aha. Bunlarda quruluş izomerliyi səncə karbon sayı neçədən başlayır? Quruluş izomerliyi üçün quruluş fərqli yaza bilmirəm. 3-4 bucaq ola bilərdi elə. Quruluş izomerliyi. Məsələn, Mənim gəl necə? belə eləyək də, bir nümunə verim. Yaz C4H8. Bəli. Bunu iki formada Evet, çəkə C4H8. bilərsən. Üzünə çevirməyə ehtiyac yoxdur. Ya dəftərin görünsün bəsdir. C4H8-i iki formada çəkə bilərsən. Həm Burada mənim 4-dən başlayırdı, ona Bəli. görə. bəli, həm 4 Bir bucaq dəfə çəkə bunları bilərsən. kvadrat kimi çəkə bilərəm. Aha. Bir dəfə də 3 bucaq çəkərəm, başında bir dənə yəni SH2 yaza bilərəm. SH3 yazarsan Gülay. Üç, bəli, SH3, bəli. aha. Bəs o üç bucağın təpə nöqtələrində hansı radikal, yəni hansı karbon yanı neçə hidrogen var? İndi, yoxsa Hə. boş. Yox, indi bax bu dəqiqə çəkdiyin o CH3-lü üç bucağın var ha. Hı -hı. Aşağı Hə, hissəsinə bax. Orada nə olar? Buradakı C-də bəli 2 dənə. 2 dənə xəttin var, birinə CH3 birləşib də, bir dənə hidrogen çatışmır. Elə? Bəs aşağıdakılarda? Burada isə 2 dənə var deyənə CH2 olar. Aha. Burada da 2 dənə var deyən CH2. CH3 var. Ay sağ ol. Yaxşı, bunları bildim. Bunlar hansı siniflər arası izomerdir Gülay? Bir dəqiqə alken idi. Alkenlər nə məlim? Bəli, C4H8-in alkenini çək. C4H8-in alkeni deyirsə CH2, CH2, CH3. Belə Hı -hı. müəllimə. Bəli, alkendir. Tamamilə doğrudur. Keçək alınmasına Gülay, sikloalkanları laboratoriyada necə ala bilərdik? Biz yenə yox, halogeni törəmə var idi. Alkanların, daha doğrusu bir halogeni törəmələrinə natrium, burada sink var idi. Natriumdan sinklə təsir eləməklə ala Ay bilərdik. sağ ol. Məsələn, əsas zəncirdə 3 dənə karbon çək. 2, Bəli. 3. Aha. İkinci karbondan bir dənə metil qrupu çıxart. Aha, birinci və üçüncü karbondan da xlorlar çıxart. Ha, üzərinə gəl sink. Burada sink, xlor 2. Sink, xlor 2 buradan alınırdı. Və bir də biz məsələn bunun arasında nə qədər varsa 1, 2, 3, 4 dənə olduğuna görə buradan 4 dənə kvadrat deyil. çəkərik. Diqqətlə bax neçə dənədir? 3 dənə. 3 dənə Gülay. 1, 2, 3. Əsas zəncir 64. 3 dənədir. Aha. 3 dənə bir Bəli. yerində də CH3-ün var. Bir dənə yerində də CH3-ün var. Aha, Bəli. indi əsas zəncirində 5 karbon çək Gülay. Bəli. Aha. İkinci karbonla 5-ci karbondan xlor çıxart. İkinci, bir də 5-ci. Aha. 4, 5. Aha. 4-cü karbondan metil qrupu çıxart. Aha. Üzərinə gəlsin natrium. Hı -hı. O zaman natrium, xlor 2-yə natrium, xlor. Natrium xlor Əmələ sadəcə gəlir. ora əmsalını 2 yaz ki, o 2 dənə natrium xlor. Natriumdan Bəli. əmsalını 2 yaz. Aha. 2 dənə natrium xlor Burada da 2 yaranır. yazmalıyam da. Yox, niyə ki? Onsuz 2 dənə xlorun var da, natrium 2 dənə xlor gəl Hə, götür. bəli, tarazlaşdırsın deyə, bəli, Aha. aydındır. Bəli, Üzərinə işte gəlsin 1, 2, 3, 4 dənə buton çəkərəm. Bir də Aha. bundan 1, 2, 3, 4-cüsündən məsələn bunu 4 desə CH3 çıxardaram. Başda da CH3-ün qaldıq Gülay. Burada, hə, bəli. Burada da CH3. İndi səncə bu CH3-lər böl-bölə düşər yoxsa 1-2 vəziyyət olar yoxsa 1-3 vəziyyət olar? 1-3 vəziyyət müəllimə. Niyə? Bir də izah elə o 1-3 vəziyyətini. 1-3 vəziyyətini. Çünki mən necə izah edim, başa düşmədim. Bir də Gülay dəftərini elə ki mən o tərəfə görüm başı. Aha, bax orada başda yazdığın yerdə karbonların, xlorların arasında olan karbonların nömrələri qoy. 1 2 3 4 qoy. Üstdən qoy. 1, hə yaxşı 2 3 4. 1 2 3 4. Sənin birinci karbonda metil var, bir də üçüncüdə. Görsən? 3. Birinci karbon. Bax üçüncüdə var Gülay. Bir də başdakı birinci karbonda var. Gördüm.
Bəli, bəli, Aha. burada var bir də. Burada Deməli birləşir sən CH3. dördbucağına da bir tərəfinə məsələn CH3 qoyubsansa, qoyubsan elə CH3 birinə ora bir yaz təpəsinə. Butan Bura çəkir. müəllim. Hə, ora bir qoy, bir qoy. Bu birincisi, bir də ikinci say. 1, 2, 3. 1, 2, 3 bura Ha, bir olmalıdır. də ora qoymalısan. Yaxşı, ona Bəli. görə də 1-3 vəziyyəti yaranır. 1-3 dimetil siklobutan. Yaxşı. Bəs bunları sənayedə nədən ala bilərik səncə? Benzolun dehidrogenləşməsindən ala bilirdik. Aha. Ondan sikloheksan alınırdı. Toluolun dehidrogenləşməsindən metil sikloheksan alınırdı. Məsələn, tolonun dehidrogenləşməsini yaz. Toluol dairələrlə çəkir müəllim. Hə. Dairə 4, 5, birinci. Bu toluoldu. Aha. Bunun dehidrogenləşmə deyil, bu hidrogenləşmədir. Hidrogenləşməsi, hə. Pini qırmalıdır da. Bəli, Mhm. CH3. Tamamilə doğrudur. Bunlarda qaz nümayəndələri səncə hansılardır? Hansı bucaqları qazdır? Hansıları mayedir? 3-4-lər qazdır, 5-10 mayedir, 11-dən yuxarı getdikcə də bərk halda olurdu. Aha. Burada kütlə artdıqca karbon kütlə payı dəyişir, yoxsa yox? Dəyişmir. Hidrogenin də. Bir dəqiqə. Karbonun kütlə payı bir dəqiqə. Dəyişmir də müəllim. Bəli, Karbon kütlə dəyişmirdi amma. dəyişmir. Karbon da dəyişmir, hidrogen də Dəyişmir, bəli. dəyişmir. CnH düsturuna aid olan həm alkinlər, həm də bunlara dəyişmirdi. Gülay, üçbucaqla dördbucaq birləşmə reaksiyalarına girir, yoxsa əvəz etmə reaksiyalarına? Bir dəqiqə siz onu demişdiniz bizdə qayda. Bir dəqiqə birləşmə reaksiya. Yox müəllim, 3 ilə 4 dediniz də siz. Aha. 3 ilə 4 birləşməyə girirdilər. Amma digərləri isə əvəz etmə olurdu. Bir dənə beşbucaq hidrogenlə birləşirdi, qalanları əvəz olunur. Halogenlə isə əvəz etmə olurdu. Ha, məsələn, Bəli. üçbucaq istəyən hidrogen yaz. Ayten qulaq asırsan cavablara, suallara. Nə alınır burada? Bunlar. Buradan CH3, CH2, CH3. Aha, yəni Propan. məsələn, özünü çaşdırmamaq üçün heç hidrogenlərə yazmasan da olar. 3 dənə əl-ələ tutuşmuş karbon ilə propan. Bəs Bəli. yaxşı siklobutan, yəni dördbucağın üzərinə H-brom gəl. Birləşdirər yoxsa əvəz eləyəcəklər? 3, 4 birləşdirər. Birləşdirər. Ay, sağ ol. Yaxşı. Üçbucağın üzərinə brom gəl. Boş brom. Brom 2 dənə olur. Brom 2. Bəli. Hə, nə olur? Burada yenə 1, 2, 3. Bir dənə də brom. Axı 2 dənə brom olmalıdır. Brom 2. Yox. Birinci və ikinci karbonu bromlar. Aha. Birinci, bəli, bəli. Ha, yanaşı yaza bilməzsən ha, çünki indi Bəli, çünki alkinlər. o alkin vardı. Ha, sağ ol, bəli. Beşbucaq çək, Gülay. Beşbucaq. Beşbucağın üzərinə brom gəl. Nə? Brom. Bromdur. Birləşər əvəz eləyər. Bir dəqiqə. Hidrogendə. Hidrogeni Brom birləşdir. halogen deyil. Brom- Halogenlə əvəz etmə reaksiyasına daxil Bəli, olur daxil. əvəz etmə. Bir tərəfinə brom birləşəcək, bir tərəfinə H brom çıxacaq orada. Bir dənə beşbucaq çək yenə. İstənilən bir yerə brom birləşdir. Bir dənə o bromun birindən də çıxan H brom verir. Aha. Beşbucaq yaz, üstə H2 yaz, Gülay. 5 butaq da üstünə H2 gəlsəm. Hə, bu zaman isə hidrogenlə birləşmə reaksiyasına daxil olurdu. Ay, sağ ol. Sadəcə 1, 2, 3, 1, 2, 3, 4, 5 belə olar. Aha, doğrudur. Yaxşı, bunlara izomerləşmə falan. İzomerləşməsi yenə alüminium xlorid katalizator iştirakında gedəcək, yadında olsun. Sikloalkanlardan siklopropan tipi də nə kimi istifadə olunurdu? Dəqiqə, narkoz kimi. Narkoz kimi. Sikloalkanlarda birlik karbon sayı nəyə bərabər olur, Gülay? Burada yəni digər alkanlardakı kimi olur, sadəcə üzərinə gəlsin 2 olmurdu. Yəni ikili karbon vur 0, üzərinə gəlsin üçlü karbon vur 1, üzərinə gəlsin dörtlü karbon vur 2. Aha. Mən bir şey deyə bilərəm. Buyur. Biz o ikili karbonu 0-a vururuq.
Elə ondan sonra onu yazmasaq, sadəcə düsturda desək ki, üçlü karbon vur bir, üzərinə gəlsin dördlü Niyə karbon vur olmur? iki. Olar Onu ya, yazsaq. sadəcə olaraq testdə sənə ikili karbon sayına da rəqəm verəcək, səni o çaşdırmasın deyə. Yəni öz-özünə deməyəsən, ay Allah bu karbon bunu nəyə görə verib ki? A üstə gəl 4 verir məsələn də testdə. Səni çaşdırmayasan deyə Bəli. düsturunu yadında saxla. Keçək alkenlərə. Bəli, bəli. Alkenlərə Müəllim. bəli, Nihat. 5 bucağın üstü H2 gəlməyini izah eləyə bilərdinizmi? Aha, Gülay bir dənə göstər oranı. Səsini çıxar Gülay, qoy gəlsin dəftərin. Bəli. Mən Buradayım. yəni bunun alınmasını bilirəm, sadəcə nəyə görə alındığını bilmirəm. Bax bu sadəcə onun belə deyək də siklopentanın xassəsi budur ki, ay Nihat. Ümumiyyətlə 3-4 bucaqlar dedik yalnızca birləşdirir. 6 bucaqda yəni 6 yuxarı bucaqlar yalnızca əvəz edir. Amma 5 bucaq tən ortadadır. Bir dənə hidrogeni birləşdirir, qalan hamısını əvəz edir. Bu onun artıq kimyəvi xassəsidir. Aydınmı? Təbiəti elədir onun. Birləşəndə də sadəcə alkana çevrilir. Çünki siklo pentanda belə deyək, hidrogen əksikliyinə görə o fiqur halındadır. Ora 2 dənə hidrogen atomu gələndə H2 formasına gələndə artıq hidrogenləri bərpa olunur düzülüş formasına. Yəni elə bir sep qırılır, zəncirvari düzülmüş olur. Yaxşı? Mənim bəs normal 5 bucaqlı deyirək o açılışı döymə, alınması döymə. Nətər 5 normal 5 bucaqlı. Gülay sən yazdığında hidrogenləri yazmışdınmı? Bir baxım sən yazdığına. Yəni pentan. Pen. Yox, mən yazmamışam. Bir dənə qoy gəlsin ekrana Gülayın danışığı. Gülay bir dənə danış. Mən yazmamışam. Hə, Sadəcə elə bax karbonlar düzdür. Gülayın yazdığında o 5 bucaqlı çəkibsəni Gülay başda. Oradakıların hər biri CH2-dir. Yaz onlara CH2-lər Gülay. CH2, CH2, CH2. Aha. Alınan maddədə nə olur? CH3 birinci Hidrogenləri yazın. 3 hidrogen, 2 hidrogen, 2 hidrogen, 2, 3. Bax, siklopentanda C5H10-da altdan C5H10 yaz. C5H10. Üzərinə H2 gələndə olacaq C5H12. Yəni Nihat artıq siklo halından normal hala Alken. keçdi. Yaxşı? Alkan. Alkan Normal bildim alkan. mən. Aha. Bildim. Sonra Gülay, sən də görüm alkenlərə olefинlər də deyilir. Onlar haqqında biraz danışaq. Alkenlərdə əsas fəza izomerliyi. Yəni sistans Alkenlər izomerliyi. dediniz nə deyilir? Olefin. Olsun, mən bilmirdim, birinci dəfə eşidirəm. Bəli. Mhm. Dediniz Fəza nə haqqında izomerliyindən danışaq? danışaq. Bəli. Biz birinci deyirdik ki, sistans izomerliyin olması üçün birinci şərt 2 qata birləşən hər bir karbona müxtəlif atomlar qrupu birləşsin. Aha. İkinci şərt isə 2 qata birləşən karbonların birində olan qrup hökmən digər karbonda da olmalı idi. Məsələn, Gülay 4 dənə karbon çək. 1, 2, 3, 4. 2 qata Aha. yazım, ortaya 2 yazım. qata ortaya yaz, bəli. Bəli. İkinci karbondan da C2H5 çıxart. Bir, ikinci Aha. karbon. C2H5. Nədir? C etil radikal. C2H5. Ha, Aha. hidrogenlər nə düz bunların? 3. Burada lazım deyil. Aha. Bir dənə, 3 dənə. İndi bunu uşaqlara izah elə görüm. Sistans izomerliyi varmı? Əvvəlcə bu 2 qatın bu hissəsinə biz baxarıq. Dəqiqə. Göstərək. Biz 2 qatın bu hissəsinə baxarıq. Aha. 2 qat olan hissəyə. Aha. Burada baxarıq ki, birinə CH3 birləşib, birinə CH5 birləşib. Və mən Burası indi şərti ödəyir Gülay. Bax o Bəli, karbon. burası ödəyir. Bax o karbona 2 dənə ayrı-ayrı hissə birləşib. Doğru. Bəs o biri karbona Bir dənə birləşib də nə birləşib bir dənə? metil. Bəs hidrogen hara getdi? Hidrogen də birləşib. Mən bunu görmədim. Bəli. Aha. Yəni ona da ayrı-ayrı hissələr birləşib. Bir hidrogen atomu birləşib, bir də metil radikalı birləşib. Elə deyilmi Gülay? O da şərtimizi ödəyir. Digər şərtimiz nə idi Gülay? Birində olan digərində də olsun. Aha, indi sən bu maddəni trans formasında yaz. Elə transformasını bizə izah elə. Necə seçərsən? Transforması bir yuxarı, bir aşağı olsun. Bəli. Onu da Nələr? belə Bax bunda təkrar yazarıq olan ki, nədir? Təkrar olan nə idi? Sağında sonunda eyni olan. CH3. 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 CH3-ləri elə ki, biri çarpazına düşsün də, yaxşı? Bəli. İndi seç. Çarpazı düşsün onda. Mən bunu necə eləyim bir dəqiqə?
3. C. Əgər mən CH5 yuxarıda çəksəm, CH yenə eyni istiqamətdə olmur. Bax, necə çəkək? Altdan qoy, mən deyim, sən çək. Karbon, 2 qat karbon qoy. Aha. Aha. İndi birinci karbon, bir əllə göstər birinci karbonu. Aha. Onun yuxarı ox qoy, yuxarı. Biraz əyrimçə. CH3 sonra yaz. Ha, CH3. Aşağıdan da CH5-ni yaz. CH5. İndi o Bəli, bir... burada CH3 yazaram. Aha. Burasını Hidrogen. H. Aha. İndi müstəvi çək. Müstəvi necə? Bəli. Müstəvilərdə düz xətt çək də, karbonların ortasında düz xətt. Hə, çək, qorxma. Beləməli. Hə, hə. İndi Bəli. CH3-ləri qarala görüm harda CH3-lər. Bir dənə burdadır, bir dənə də. Bəli, bu olur transformasında. Yaxşı. Əgər CH3-ləri müstəvinin eyni tərəfinə salsaydım, olacaq cis forması. Yaxşı. Vinil Bəli, radikalı nədir Gülay? Vinil. Vinil, Aha. vinil. Allah'ım bilirdim axı mən. Vinil radikalı. Biz niyə yapmıyoruz? Dəqiqə. Etiləndən Vinil, bir dənə vinil. hidrogen çıxart. Etilenden bir dəqiqə. C2 H6'dan C2H5. CH6 etandır. Yazdığım da etildir. C2H4 deməli. Nə olubsa? C2H3 Mən bilirəm nə olub Gülay. deməli. Sənin dərsini qulaq asanlar var, ona görə bilirsən. Etilen necə? İndi yaxşı. Quruluş formulundan göstər. Karbon, 2 qat karbon yaz. Aha, hidrogenləri də yaz. Bura CH, H2, burada CH. H2. Bu sənin nəyindi? Etilenim. Etilen. Etilenden bir hidrogen çıxart. Onda bir dənə qıraram da beləncə. Bəli. Qır. Qırdım. Burada 1 olar. İndi bu nə olacaq? Nə radikaldır bu? Vinil. Bəli. Vinil asetilini necə çəkərdin Gülay? Vinil asetilin. Vinil asetilin. Vinil radikalı oydisa. Vinil asetilin bu nə idi ki? Burada müəllim bir dənə də bundan olardı. Sadəcə Yox. o Yox. Gülay bundan sonrasını təkrarla bir dənə Elmirlə davam edək. 37 dəqiqədə sənlənəm. müəllim. Təkrarla sənə oradan Dəqiqə. buradan sual verəcəm axırıncı bölmələrdə. Elmir aç görək kameranı. Nihat hazırda dur Nihat. Süleyman da ola bilər, bilmirəm daha. Müəllim, yol böyüyündə öydüm müəllim. Yox. Elmir eşidirsən Müəllim, başdan məni? soruşardınız, hardan soruşardınız? Harda qalsaq? Onu desəm daha nə Elmir. maraqlı oldu. Ay Elmir, hə. Elmir səsini çıxart görək, sənə görək bir dənə. Elmir. Mənim səsim gəlir? Hə, gəlir. Yanında dəftər uçqa var Elmir. Həmən. Telefonla qoşulursan yoxsa yox? Telefonu. Aha, ekran